Adətən insanın dərdi, qəmi olanda ana qucağına qaçar. Biz də layiq olmadıq, amma dərdimiz olanda həmişə aləmlərin anasının qucağına qaçdıq biz də. Lütfün hiss elədik. Mən ilk öncə salamlayıram inşallah gözəl ruhanimiz, gözəl alimimiz, gözəl nitq əhli Hacı İmran qardaşımı. Allah Hacı sizin vücudunuzu bibəla eləsin, xoş gəlmişsiniz. Təklifimizi qəbul elədiniz, zəhmət verdik sizə. Allah razı olsun. Allah sizi qorusun, Allah sizi var eləsin. İstəyirəm Hacının gözəl elmindən, gözəl söhbətlərindən inşallah bəhrəmənd olaq. Hacı, xanım Zəhra salamullahi əleyha salavatda bilirsiniz də, yəni Allahümmə salli ala Muhammedin və ali Muhammed əhl-i beyt əleyhimussalam hamısı bu salavatın içində mövcuddur, var olub olacaqdır. Xanım Zəhraya məxsus salavatda xanımın barəsində Əs-sirril müstəvdəi ifadəsi keçib, belə bir ifadə var. Xanımın məqamını necə ifadə edir bu kəlmə? Bu gizli sirrin izahı nədir? Və xanım niyə sirdir? Ünhandır. O barədə istəyərdim inşallah bizi marifləndirəsiniz. Buyurun, az söz sizin. Bismillahirrahmanirrahim. İlk növbədə bütün izləyicilərimizi salamlayıram. Bu əzalı günlər münasibəti ilə başda Mövlamız İmam-ı Zaman Əcəlallahu Fərəcəhu Şərif olmaqla bütün haqq sevərlərə, bütün əhl-i beyt sevərlərə təsliyyət ərz edirəm. Allah dünya, axirət bizləri xanım Zəhra salamullahi aleyhadan ayrı salmasın inşallah. İlahi amin inşallah. Xanım Zəhra salamullahi aleyhanın barəsində danışmaq özü çətindir. Və xüsusilə vurğuladığımız kimi bir şəxsiyyət ola ki, sirri ilahidir, əsralullahdır. Və Peyğəmbər Əkrəm bir gün əyləşmişdi, əshab, orada xitabən bir söz dedi. Dedi, hər kim bu xanımı tanıyırsa, tanıyır. O mənim qızımdır, Fatimədir. Və hər kim tanımırsa, mən onlara izah verim, tanıtdırım. O mənim bədənimin bir parçasıdır, qəlbimin meyvəsidir, gözümün nurudur. Hər kim onu incitsə, məni incidib, məni incidən Allahı incidib. Hər kim onun qəlbini şad eləsə, mənim qəlbimi şad edib, mənim qəlbimi şad edən Allahı şad edib. Buradan görsəndiyi kimi, əziz Peyğəmbərimiz insanların böyük əksəriyyətinə zahirə izah edir. Yəni, zahirən bilin ki, mənim qızım Fatimədir. Bu qədər izah verir. Yəni, insanların tutumu gücü çata biləcəyi qədərin izahatını verib. Amma gəlir bir başqa yerdə əziz Peyğəmbərimiz buyurur ki, qızım Fatimə Qədr gecəsi kimidir. Hər kim Qədr gecəsini dərk eləsə, o zaman qızım Fatimə Zəhranı tanıyar. Burada artıq ağıllar donur. Qədr gecəsinin barəsində Quran-ı Kərimdə Allah Peyğəmbərinə buyurur ki, və ma ədraki ma leylətul qədr. Peyğəmbər, heç sən də bilmirsən Qədr gecəsi nədir. Bir gecə ki, əziz Peyğəmbərimiz Allah deyir, heç sən də onun tam mahiyyətinə bilmirsən nədir. O zaman məna budur ki, heç bəşərdə bir nəfər insan tapılmaz ki, Qədr gecəsini dərk eləsin. Demək ki, xanım Zəhra salamullahi aleyhanın həqiqi haqqını bəşərdə heç kim tanımadı. Bu birinci məsələdir. Əhsən Hacı. İkinci bir məsələ budur ki, bu xanımın elə zahirən baxsaq bu suala, xanımın şəhadət günləri pünhandır.
20 gün Əyyam-ı Fatimiyyə ki, fərqlə bir-birindən 2 dənə tarix, hələ məşhur tarixlər budur da, Əziz Peyğəmbərdən 75 gün sonra ya 95 gün sonra xanımın şəhadəti. Bəzi 45 gün tarix var, fərqli tarixlər də var. Amma məşhuru budur ki, 2 dənə tarix ki, bir-birindən 20 gün fərqləndir. Ona görə bu 20 günü insanlar əvvəlində 3 gün, axırında 3 gün ehtiram əlaməti olaraq şəhadət günlərini qeyd edirlər. Xanımın məzarı gizlindir. Qəbrin bugün bəşərdə məsumlardan savayı heç kim bilmir ki, hardadır. Bu elə zahir tərəfləridir. Quran-ı Kərimdə buyurur ki, bizi insanları daha çox dəvət edir tədəbbürə, insanları dəvət edir təfəkkürə, düşünməyə, bəsirətə. O şey ki, gizlindi, o şeyi adi insanlar bilə bilməyəcək. Zaten adından görsəndiyi kimi bu sirr-i ilahidir. Bir şey ki, sirridir, gizlindi, o zaman onu bizi kimi naqis insanlar heç bilə bilməz. Hətta böyük mərcəyi təqlidlərin birinə bu sualı vermişdilər az. Ki, sirr-il müstəvdə adam məna nədir? Bir də adından görsənir də sirridir. Mən hardan bilim ki bunu. Amma bəzi böyük alimlərimiz buna istəyiblər məna versinlər. O da özlərinin düşündüyü qədər ayə və hədislərdən çıxara biləcəkləri miqdarıdır ki, onu gətiriblər, bəyan ediblər. Onlardan bir məna eləyiblər ki, Xanım Zəhra Salamullah Aleyha baxaq ki, kimdir? Xanım Zəhra Salamullah Aleyha nübüvvət, vilayət və imamətin bağlayıcısıdır. Bu 3 dənə mühüm silsilənin ortasında bir bağlayıcı rol oynayır Xanım Zəhra Salamullah Aleyha. Ona görə bu bir sirridir, sirri müəmmadır. Ki, nübüvvəti, vilayətə və imamətə necə bir şəkildə bağlanır, bu özü bir sirdir. Bu mənanı bəzi təfsir alimləri məna ediblər bu salavatın barəsində ki, Allahümmə salli alə Fatimə və əbiha və bə'liha və bəniha və sirril müstəvdaə fiha ki, bu salavatın kamil forması budur da. Allah salavat göndərir, əvvəl xanım Zəhra Salamullah Aleyhaya, ondan sonra bir onun atasına salam olsun, onun həyat yoldaşına və onun evladlarına salam olsun və o sirlər ki, onda cəm olur. Və bu da harada baş vermişdi? Kisa hadisəsində. Ki, Cəbrail Allahdan xəbər aldı ki, buradakılar kimdir? O əbanın altındakiləri Allah təfsir elədi xanım Zəhra Salamullah Aleyhanı. Və onun özünü təfsir elədi, dedi o sirridir, sirri müəmmadır. İkinci bir məna eləyiblər, deyiblər ki, imamət onun nəslindən gəldiyinə görə bu sir onda gizlindi. Bu sirrin mənasında izah veriblər. Quran-ı Kərimdə bir çox ayələr var ki, zahiri mənası fərqlidir, batini mənası fərqlidir. Hətta Əziz Peyğəmbərimizdən hədis var da, buyurur ki, Quranın bütün ayələrinin hər birinin bir zahiri mənası var, bir batini mənası var. Yəni, hamı bizim gördüyümüz kimi deyil. Çox təəssüf ki, məsələn, bəzi zahiri pələstlər batini qəbul eləmirlər, amma batini qəbul eləməsək biz Qurandan heç nə başa düşmərik. Quranda o qədər məsələlər var ki. Ər-Rəhman surəsində gəlir, Allah bir hadisədən danışır, 2 dənizin qovuşmasından. Mərəcəl bəhrəyni yəltəqiyan. Bərzəxun beynəhuma la yəbqiyan. 2 dənə dəniz var, bir-birinə qovuşublar, amma aralarında bir incə sərhəd var ki, biri digərini üstələməz, qələbə çalmaz. Yəxrucul minhumu lu'lu vəl mərcan. Onlardan daşqaş, ləli-cəvahirat, mirvarilər xaric olar. Bu zahiri mənasıdır ki, məşhurdur ki, dəniz var da, şor sunan şirin su satar, amma qarışmazlar bir-birinə. İmam Sadiq əleyhissalam bu ayəni təfsir edir. Bir o 2 dənizdən məqsəd məna aləmində Əli və Fatimədir. Onların arasındakı o incə bir sərhəd ki var, biri digərini üstələməz, o həya pərdəsidir. Heç vaxt Həzrət Əli özünə xanımdan, xanım da Həzrət Əlidən üstün bilmədilər. Təvazükar yaşadılar. Və onlardan ləl-ü cəvahirat dünyaya gələr, onlar da İmam Həsən, İmam Hüseyin və 9 dənə imamdır.
Bu həqiqətidir, bu ayənin əsli mənasıdır. Ona görə də bir təfsir, bir izah bu olub ki, deyirlər, imamətdir məqsəd, xanımda gizli olan sirlər. Bir mənada deyiblər ki, xanımda olan elmidir. Elmi ilahi. Bildiyimiz kimi bir kitab var, Mushaf-ı Fatimə adında. İmam Sadiq əleyhissalam buyurur ki, o kitab məndə idi, məndən sonra oğlum İmam Musa Kazıma verdim. O da öz evladına ta o kitab gələr zəmanə sahibi ilə bəşərdə tanınar. Bugün bizim əlimizə yetməyən bir kitabdır. Nə yazılıb o kitabda? İmam Sadiq əleyhissalam buyurur ki, bir dənədə Qurandan ayə yoxdur. Amma hamısı Allah kəlamıdır. Hamısı Allah kəlamıdır. Elə ki, Peyğəmbər Əkrəm dünyasını dəyişdi. Həzrət Əli əleyhissalam deyir, mən otağa daxil oldum, gördüm xanım Zəhra danışır, otaqda heç kim yoxdur. Xanım, kimlə danışırsan? Burada ki, Cəbrail gəlir, bəzi məsələləri mənə bəyan edir. Həzrət buyurdu ki, o zaman onları dimən qələmə alın. Xanım Zəhra deyib, Həzrət Əli əleyhissalam yazıb, bu kitab Mushaf-ı Fatimə adı ilə məşhurdur, qalır ki, imam zamandadır o sirlər. Buna da bəzi görürsən ki, irad bildirənlər olur da, deyirlər, axı, vəhy ancaq Peyğəmbərə gələrdi. Bəli, bizim əqidəmiz budur ki, Peyğəmbərin rihləti ilə vəhy bitdi. Lakin mələklərin yer üzünə nazil olması bitmədi ki, Quran buyurur ki, hər Qədir gecəsində tənəzzəlül mələikə. Cəm şəkildədir, bütün mələklər cəm olar. Yəni, Cəbrail də gələr. O zaman bu Cəbrail kimə gələr? Mikail kimə gələr? Bunlar mütləqdir ki, Allah hüccətinə gəlsin də. Əgər biz baxsaq, Quran bizə deyir ki, Məryəmə mələk nazil olurdu. Həzrət Məryəm üçün cənnətdən meyvələr gətirirdi. Yaxşı, Həzrət Məryəm bir dənə Peyğəmbər anası idi. Amma xanım Zəhra salamullah aleyha, Peyğəmbər Əkrəm onun barəsində buyurur ki, sən bütün dünya xanımlarının xanımısan. Sual verir xanım Zəhra, ya Resulallah, bəs Həzrəti Məryəm, Quran bizə onu tanıtdırır. Deyir ki, Həzrət Məryəm öz zamanının xanımlarının seyyidəsi idi, amma sən bütün zamanların xanımlarının seyyidəsisən. Təbiidir ki, belə bir şəxsiyyətə mələk gələr və ilham eləyər vəhdə gəlməsə. Bir məna budur ki, elmi ilahidir onda olan sirlər. Çünki Peyğəmbərimizin vəfatından bəzi vəsiyyətləri var Həzrət Əli əleyhissalama, tarixdə keçib. Onlardan da biri budur ki, axır nəfəsində Peyğəmbər xanım Zəhranın əlini qoydu Həzrət Əli əleyhissalamın əlinin içinə. Orada bir söz dedi. Ya Əli, olar ki, əmr olub Fatiməyə, onları ondan qəbul elə. O şeylər ki, Fatiməyə əmr olunub. Nələrdir o əmr olunanlar? Bu da ilahi sirlərdəndir. O elmlər ki, xanım Zəhrada gizlidir, onlar da əlbəttə ilahi sirlərdəndir. Bir məna eləyiblər, deyiblər, Möhsinin barəsindədir. İşarə eləyiblər Həzrət Möhsinə ki, xanımın bətnində şəhid oldu. Deyirlər, bu da ilahi sirlərdən idi, dünyaya gəlmədi. İlahi sirr olaraq dünyadan getdi. Biz bilmirik, Həzrət Möhsin dünyaya gəlsəydi, xanım Zəhradan dünyaya gələnlər İmam Həsən oldu, İmam Hüseyin oldu, xanım Zeynəb oldu, Ümmü Külsüm oldu. Görəsən, Həzrət Möhsin kim olardı? O da bir dənə sirr-i müəmma kimi getdi dünyadan. Amma əsasən bu sözün üstündə dayanıblar. Alimlərin fikirləri bu salavatda ki, o sirlərdən məqsəd deyirlər, 12-ci imamdır. O sirr olaraq sirr-i müəmmadı qalır və xanım Zəhradan gələn bir sirridir ki, Allah o sirri qoruyur, saxlayır və inşallah onun gəlişi ilə həqiqətini, verdiyiniz sualın həqiqi cavabını zəmanə sahibi bildirəcək. Bizim dediklərimiz hamısı fərzi olaraq qalır. İnşallah, inşallah. Allah razı olsun. Həqiqətən də xanım Zəhra böyük bir sirdir. Və inşallah Allah sizdən razı olsun. Azı gözəl nitqinizə görə, gözəl kəlamlarınıza görə verişimiz davam edir. Və yenə də
İnşallah gözəl ustada, gözəl ruhanimizə, hacıya bir sualla səslənmək istəyirəm. Bismillahirrahmanirrahim. İmam Həsən Əskəri əleyhissalamın belə bir sözü var, belə bir hədisdir. Nəhnu hucacullah aləl xəlaiq. Biz insanların üzərində Allahın höccətiyik. Yəni, insanlar üçün göndərilən Allahın höccətiyik insanların üzərində. Və ummuna Fatimətu hucacullah aleyna. Və anamız Fatimə salamullah əleyha isə Allahın bizim üzərimizdəki höccətidir. Buyurması xanımın digər 11 imam əleyhissalam üzərində hansı xüsusi üstünlüyü göstərilir bu hədisdə? Yəni 11 imam üstündə olan hansı bir xüsusi xanımın bir məqami və bir üstünlüyü və bir seçkinliyi var bu 11 imamın arasında, içində? Hacı İmam Həsən Əskəri əleyhissalamdan ki, bəli, bu hədis var və məşhur bir hədisdir ki, biz Allahın yer üzərində, ümmət üzərində, insanlar üzərindəki hüccətiyik. Nənəm Fatimə bizim üzərimizdəki Allah hüccətidir. Əvvəldə biz baxmalıyıq ki, ümumilikdə Allah hüccəti kimdir? Allah hüccətinin bizim həyatımızda nə qədər önəmi var? Birdən Allah hüccətləri olmasaydı nə olardı? Bəzi fikirlər, bəzi şübhələr gəlib cəmiyyətdə səsləndirirlər bəzi hallarda. Deyirlər ki, məsələn, dindən danışın. Məsələn, İmam Hüseyin din deyil. Belə bir ifadə. Hətta yanıb belə deyirlər. Siz dindən danışın. İmam Hüseyin ki, din deyil. Ya məsələn, Həzrət Əli din deyil. Ya ümumiyyətlə, Allah hüccətləri din deyil. Biz baxaq görək ki, dindir, yoxsa din deyil. Ümumilikdə görəsən din nədir? Bəzi insanlar elə başa düşüb ki, din yəni namaz, din yəni oruc, din yəni həc, din yəni zəkat, ibadət. Sadəcə olaraq belə insanlar bilərəkdən və yaxud bilməyərəkdən dinin əsasını, özəyini ayırıb, yalnız əhkamını ortaya qoyurlar ki, bu da çox təhlükəli bir şeydir. Bəli. Yalnız dinin əhkamını, quru əhkamı ilə yaşayan insanları biz görürük ki, dünyada nə qədər qanlar töküblər. Hansı ki, o əhkam ki, o şəriət ki, bizə bunları Peyğəmbər və onun balaları getirib, imamlar. Bəli. Bunlar ona görə bu cür naqislik. Bəli, ona görə biz baxmalıyıq ki, o hüccətləri biz dindən ayırsaq və yaxud dini o hüccətlərdən ayırsaq nələr baş verəcək? Bəli, əhsən olsun. Bir dənə cinni var idi. Çox yüksək səviyyədə ibadət edirdi Allaha. Tarix yazıb ki, 1000 illər onun namazı var idi, orucu var idi, zəkatı var idi. Bütün ibadətləri, zikirləri var idi. Hamısı özdə ali dərəcədə. Bir hədd idi ki, mələklər dedi ki, Allah, bu heyifdir cinnələrin içində qalıb. Bunu gətir mələkut aləminə. Allah onu qaldırdı mələkut aləminə. Onlara pişnamaz dururdu mələklərə. Ki, hamı da tanıyır da iblisdir. İblis Allah hüccətini ki, Allah yaratdı Həzrət Adəmi və əmr elədi mələklərə ki, ona səcdə edin. Hamı səcdə elədi, Quran deyir, yalnız iblis səcdə eləmədi və buna görə iblis cənnətdən qovuldu. Yaxşı, əgər biz desək ki, ibadət dindir, o zaman iblis heç ibadətdən də imtina eləmədi ki. Deyirdi, Allah yenə namaz qılaram da. Bəs niyə qovuldu? Məsələ budur ki, iblis dinin həqiqətən başa düşənmədi. Bilmədi ki, dinin həqiqəti ilə Allah hüccətidir. Dinin özəyi, mənbəyi Allah hüccətidir. Allah hüccəti olmasa, Allah deyir ki,
mənlə sizin aranızda mütləq bir hüccətə ehtiyac var. Bəziləri biraz məntiqə uyğun bir söz deyirlər. Deyirlər, yaradan və yaranmış. Ortada vasitəyə nə ehtiyac var ki? Allah deyir ki, xeyr. Baxın, iblis vasitəsiz gəlmək istədi, mən onu qəbul eləmədim. Mütləq vasitəyə ehtiyac var ki, o da Allah hüccət olmalıdır. Çünki gələcəyiniz yolda sizin əlinizdən tutana ehtiyac var. Yolda azarsınız, səhv eləyərsiniz, sizi oğurlaya bilərlər. Əgər Allah hüccəti əlinizdən tutmasa. Əgər Allah hüccəti olmasa, biz heç dinin özünü də düzgün başa düşməyəcək ki, bir nəfər oxuyacaq ayəni, bir cür başa düşəcək, gedib baş kəsəcək. Bir nəfər oxuyacaq ayəni başqa cür başa düşəcək, gedəcək, mərhəmət göstərəcək. Görə gəlirik bunlar. Bəli, bunlar tarixin faktlarıdır. Ona görə mütləqdir ki, Allah hüccətləri olsun ki, bu dini bizə başa salsınlar. Hansı hüccətin lüğəti mənasında bir dənə zəhmət olmasa deyil. Hüccət, yəni Allahın nişanələri. Bəli. Allahı təsdiq edən subutlar, dəlillər. Hüccət yəni budur. Ona görə də mütləq hüccət. Qədirxumda Allah Peyğəmbəri gəldi, Həzrət Əli əleyhissalamın vilayətini tanıtdırdı. Ardınca bir ayə gəldi. Əl-yevmə əkməltu ləkum dinəkum. Sizin bugün dininiz kamil oldu ya. Dininiz kamil deyildi. Demək biz görürük ki, hüccətlə din kamil olur. Dindən hüccəti ayıra bilmərsən. Yəni dinin özü də elə hüccət. Bu yanlış bir fikirdir cəmiyyətə. Bu sözləri deyirlər. Allah hüccəti, yəni Allah hüccəti olmadan gedilən yol özü yanlışdır. Hətta Allaha tərəf getmək istəsən, səni mütləq yolda iblis və iblisin qoşunundan olan şeytanlar azdıracaq. Çünki yol göstərənin yoxdur. Mütləq uzaq bir səfərə gedəndə bir bələdçi biz götürürük özümüzdən. Çünki o yola bizim bələdliyimiz yoxdur. O bələdçi olmasa önümüzdə yolda səhv yollara da gedə bilərik. Gözdə o yolda sonra biz qayıda biləcəyik, hələ dərk edəcəyik. Bunlar da müəmmadır. Ona görə mütləq gərək hüccət ola. Allah da hüccətlər yaradıb, 124 min peyğəmbər yaradıb, onlara vəsilər yaradıb və peyğəmbərindən sonra Allah hüccətlər yaradıb. Birini də gizli saxlayıb, çünki axırıncı insana qədər hüccətə ehtiyac var. O qalmalıdır, o sağ olmalıdır ki, hüccətsiz bəşərdə insan yaşamasın. Bəli. Azsa bəhanəsi olar insanın. Allah hüccəti var. Görürük ki, nə qədər önəmlidir Allah hüccəti bizim həyatımızda. Yəni, onsuz biz Allaha yolda gedə bilmirik. İbadətimiz də düzgün olmur, itaətimiz də düzgün olmur. Allah hüccətləri vacibdir. Onlar da bu günümüzdə İmam-ı Zamandır və 12 imam ondan öncə imamlar ki gəlmişdir. İmam Həsən Əskəri əleyhissalamdır ki, biz ki sizin üzərinizdə Allahın nişanələriyik, Allahın hüccətləriyik, sizin yol göstərənimizük, bizə itaət vacibdir. Nənəm Fatimə də Allahın bizim üzərimizdəki hüccətidir. Bizə də onun itaəti vacibdir. Biz də ona itaət eləməliyik. 11 imam hər biri xanım Zəhra salamullahi əleyhaya itaət eləməlidir. Həzrət Əli əleyhissalam Həzrət Əli əleyhissalam da itaət etməlidir. Xeyr. Məsələ buradadır ki, Allah həyatda, ailədə həyat yoldaşına itaəti vacib qılıb. Ona görə Həzrət Əli əleyhissalamı bir pillə uzada qoyub ki, xanım Zəhra ona itaət eləmiş olsun. Lakin öncəki sualda dediyimiz bir hədis Peyğəmbərimizdən. Ya Əli, o şeylər ki, əmr olunub Fatiməyə, onları da götür əxs elə. Yəni, sən də elmindən də istifadə elə. Düzdür, itaəti onun sənə vacib deyil, o sənə itaət etməlidir, sən ona yox, amma elmindən istifadə edəcəksən. Ona görə Allah hüccətlərinə bir hüccət var, Allah yaradıb, o da xanım Zəhra salamullahi əleyhadır ki, məna budur ki, demək, bütün bəşər ona itaət eləməlidir. Bütün Allah hüccətləri itaət edirsə, bütün bəşər də ona itaət etməlidir. Allah razı olsun, Hacı. Allah sizi var eləsin. Təşəkkür edirik. Doğrudan da çox gözəl təbir, çox gözəl təhlil elədiniz. Allah sizi kimi ustadları, sizi kimi ruhanilərimizi millətimizə və xalqımıza çox görməsin. Allah sizə uzun ömür əta eləsin ki, inşallah bizə o bir söz var, belə bir söz deyirlər. Bir alim ölsə,
Elə bilin ki, bir dənə aləm dünyadan gedib. Görün, nə qədər bu ruhanilərin, necə ki, Peyğəmbər buyurdu ki, ruhanilər, ey ümmətim, mənim sizin üçün yer üzündə qoyduğum əmanətlərimdir. Yəni, siz bizə əmanətsiniz. Odur ki, bizlər sizi üçün çoxlu dua eləməliyik və sizin qədrinizi bilməliyik ki, çünki siz bu yolu, bu təriqi, bu irzi siz bizə təlim eləyirsiniz, öyrədirsiniz. Allah sizi yerin göyün bəlasından hifz eləsin. Bir daha təşəkkür edirəm inşallah.